Oruc, nəfsin nəşv-nüma bağçasında bir hikmət çiçəyi kimi açılır. Səbr və təqva ilə suvarılaraq kamilliyə yüksəlir. Günəş doğandan batana qədər oruç tutan bəndə sanki dünya qarmaşıqlığından qopub əbədi həqiqətə sarılan bir səyyah olur. İftaranı könüllərin həsrətlə gözlədiyi bir səma süfrəsinə bənzəyir. Burada aclıq və susuzluq ləzzətə, dua isə bir qapının açılmasına çevrilir. Qəlblər yumuşalır, əllər səxavət üçün uzanır. Kasıbların halı daha dərindən duyulur. Quran tilavəti Ramazanda yağışın torpağı diriltdiyi kimi qəlbləri oyadır, zəif imanları qüvvətləndirir. Ramazan bəşəriyyətin fəzilət aynasına baxdığı, nəfsin diz çökdüyü və ruhun yüksəldiyi bir aydır. O qaranlıq qəlbləri nura bürüyən zəncirlənmiş şeytanlara baxmayaraq, insanın öz içindəki əsl düşməninə qalib gəldiyi ilahi bir məktəbdir.